buyurur və ən əşkurəl həsənə və uğziyə anis səyyiə. Allahdan istəyir, buyurur, ilahim mənə müvəffəqiyyət ver, yaxşılıqlara təşəkkür eləyim, mənə olunan yaxşılıqlara, pisliklərin də üstün örtüm, eyiblərin üstün örtən olun, yaxşı işlərə qarşılıq verin, minnətdar olan adam olun, yaxşılığın qədrini bilən adam olun. Allah gərək lütf eləsin insana ki, insan şükür eləyə bilsin. Həm məxluqa, həm xaliqə, həm Allaha, həm bəndələrinə. Allah gərək şükrü nəsib eləsin insana, hər adama qismətdir. Quranda var, əvzi'ni ən əşkur. Mənə qismət elə, ilham elə ki, mən sənə şükür eləyim. Allah hərdən neyməti bizim yadımıza salır. Biz elə bilirik ki, məsələn, elə bunlar təbiidir. Allah elə məsələn, əli olmayan adamı görəndə, adam əlinin, qolunun nə qədər böyük neymət olduğunu bilir. Hərdən Allah görsəm, özünü neymətləri vasitəsilə yadımıza salır ki, biz şükür eləyək bu neymətlərin müqabilində. Allaha şükür birinci önəmlidir. Allaha şükür eləməyən bəndənin qədrini bilməz. Deyir, o yaxşı adamdır, bu filan adamdır, ibadət eləmir. Mən demirəm, ibadət eləməyənlər pis adamdır. Dəfələrlə buradan demişəm ki, ibadət eləmirsə də pis adam demə, bəlkə də hələ başa düşməyib. İnşallah başa düşüb, səndən də yaxşı ola bilər. Ona demək olmaz ki, bunu dəfələrlə demişik ki, mən tez-tez eşidirəm. Biri deyir, atam cahildir. O biri deyir, filankət cahildir. Bu bölgülər hardan çıxdı? Cəmaata cahil adı qoymaq olmaz. Bir başqa ad tapın, fikirləşin. Yaxşı adlardan qoyun cəmaata ki, cahil toyu, mömin toyu. Düzdür, o günah toyudur. Amma insanlara o adları qoymaq olmaz. Birdir ki, məsələn, filankət cahil adamdır. Belə adı insanlara qoymaq olmaz. Olmaz bu. Ümumiləşdirəsən, deyəsən, cahillər belə oldu, möminlər belə oldu. Bu qütbləşməni, bu adları cəmiyyətdə yaratmaq düzdür. Amma bir adam doğrudan da namazın, ibadətin vacibliyini anlayır. Ona tam çatır ki, mən bu ibadəti eləməliyəm, eləmirsə, bəli, buna yaxşı adam demək olmaz. Bunu başa düşürsə, hər tərəfli başa düşür, saymamazlıq eləyirsə, buna yaxşı adam demək olmaz. Bəli, bu Quran məntiqi ilə yaxşı adam sayılmaz. Şükür namazdan başlanır. Namazı düzgün qılan adamlar yavaş-yavaş şükür xüsusiyyəti onlarda yaranır. Namazı əvvəl vaxtda qılan adamlar, namazı düzgün, səliqəli qılan insanlar. Şükürün 3 mərhələsi var. Kanət ma'rifətuhu şükran. Birincisi, biləsən ki, neymət verən kimdir? Onu bilmək özü elə şükürün bir mərhələsidir. İkincisi, dillə şükür. Ən yaxşı şükür zikri yadınızda saxlayın, əlhəmdülillahdır. Ən yaxşı şükürün zikri dildə əlhəmdülillahdır. Üçüncüsü, bədən üzvləri ilə. Şükrün ni'am, ictinabul məharim. İstəyirsən, bütün bədən üzvlərin şükürünü yerinə yetirəsən, var dövlətin şükürünü yerinə yetirəsən, bir yolu var. Yolu budur ki, harama sərf eləməyəsən. İlahi, mənə şükür ki, göz vermirsən, şükür eləyirsən, sonra məsələn naməhrəmə baxırsan. Bu şükür olmadı. İlahi, şükür mənə dil vermirsən, şükür eləyirsən, sonra kiminsə haqqında lazım olmayan sözü danışırsan. Bu şükür olmadı. Ondansa demə, İlahim çox şükür, demə. Amma bu neymətlərdən günah eləmə. Bu oldu şükür. İlahi, şükür sən mənə mal vermirsən, var dövlət vermirsən, amma o var dövləti ya günaha xərcləyirsən, ya haqq yolunda xərcləmirsən. Bu şükür olmadı. Var dövlət veribsə, şükrü budur ki, onu Allah istəyən yerə də xərcləyəsən. Çətin məsələdir. Namaz qılmaq asandır. Amma ora gələndə çətindir. Qopardıb ürəyindən verə bilmir. Mümkündür. Öldürür özünü, verə bilmir. Şükür odur ki, onu doğru yolda, düzgün istiqamətdə sərf eləyəsən. Allaha şükür eləyəndən sonra gəlir bəndələr. Mən ləm yəşkuril məxluq, ləm yəşkuril xaliq. Hədisdir bu. Cəmaatda təşəkkür eləməyən Allaha da şükür eləməz. Mənə biri yaxşılıq eləyibsə, borcumdur ona təşəkkür eləyəm. Eləmirəmsə, Allahın şükrünü yerinə yetirməmişəm. Allaha da təşəkkür eləməmişəm. İnsanların hamısı bərabərdir, yox. Şükrün, təşəkkürün dərəcələri var. Bəzi insanlara xüsusi minnətdarlıq düşür, bəzilərə biraz az minnətdarlıq, bəzilərə biraz az. Onun dərəcələri var. Ən çox kimə minnətdar olmalıyıq?
hamı bilir valideynlərə. Quranda buyurur Allah. Təbii ki, peyğəmbərlərdən sonra. Quranda Allah buyurur: "Ənişkurli və li valideyk." Mənə şükür elə və valideynlərə təşəkkür elə. 4 yerdə Quranda Allah öz adından sonra valideynin adını gətirir. 4 yerdə. La ta'budu illallah və bil valideyni ihsanan. Allahdan başqasına ibadət eləməyin və valideynizə yaxşılıq eləyin. Mən gənclərə tövsiyə edirəm. Çox diqqətli olun, ata-ana sizdən narazı olmasın. Çox diqqətli olun. Bir ömür ibadəti yandırıb kül eləyir ananın ahı, atanın ahı. Olmaz insan ata-anasına sayğısız olsun. Olmaz. Yol verilmez bir şeydir. Quran buyurur uf da demeyin. İmam Sadiq buyurur ki uftan yumuşaqdır. Söz tapsaydı Allah onu deyərdi. Uf bilirsən nədir? Səni valideyn döyür, təhqir eləyir. Uf da demə deyir cavabında. Narahatçılığı ifadə eləmə. O səni vurduqca sən can denən ona. Amma ki bizdə valideyn yazıq heç vurmağa fürsət tapmır. Oğul az qalır valideyni döysün. Adını bəzən din adı qoyur. İslam adı qoyur. 5 gündür namaz qılır, evdə hamı kafirdir. İndi yavaş-yavaş anlat, başa sal, əxlaqınla, davranışınla onları hidayət elə. Ata içki içəndi, qoy içkisin, içsin, amma yavaş-yavaş başa sal. Əxlaqınla başa sal, dava ilə başa salma. Bütün elədiyi haqqı danmaqla olmaz. Atanın övlad boynunda haqqı böyüdür, ananın övlad boynunda haqqı böyüdür. Din bu şeylərdən başlanır, sadə münasibətlərdən başlanır. Mən hərdən danışıram bəzi şeylər, sonra görürəm ki, o məsələlərə yol həmişə sadə şeylərdən keçir. O yüksək məqamlara insan çatmaq istəyirsə, sadə bildiyi şeylərə gərək əməl eləsin. Odur ki, valideyninə ehtiram çox mühümdür. Çox həssas məsələdir. İnsana valideynin insandan razı olsa xoşbəxt adamdır. Allah valideynə yaxşılığın xeyrini elə bir şəkildə verir ki, insan gözləmədiyi mükafatı dünyada da alır, axirətdə də alır. Allah imtihan eləyir. Bəzən onlar qəzəblənə bilər, bəzən bizə haqsız söz deyə bilər. Min cür hadisə ola bilər, amma insan gərək desin ki, bu qırmızı xətdir, bunu keçmək olmaz. Bunu keçmək olmaz. Valideynə aqq olmaq olmaz. Onun qabağında o yan söz deyir, tikə, bunu çox eşitmişsiniz, bir qabdan çörək yiyirsə atası ilə, anası ilə övlad bir qabdan, əlini uzadır, ata uzatdığı tikəni oğul götürürsə birdən təsadüfən haqqı valideyn olur. Təsadüfən olsa əgər. Gör, nə qədər məsələ incədir. Diridirlərsə sayğı göstər, dünyadan köçüblərsə yad elə. Məscidə gəlirsən, deyirəm, bugünkü məclisimin savabını anama bağışladım. Bugünkünü atama hədiyyə elədim. Ya addımlarımın savabını ona bağışladım. Gündə məsələn bir qədər Quran oxuya bilirsən, Quran oxuyasan. Namaz qıla bilirsən, namaz qılasan, ata-anaya hədiyyə eləyəsən. Bu çox mühüm məsələdir. Valideynə təşəkkür. İkinci təşəkkürə layiq olan adamlar müəllimlərdir, ustadlardır. Çox mühüm məsələdir. Qum min məclisik li əbikə və muallimik. Əleyhissalam buyurur. Oturanda dur ayağa. Kimin üçün? 2 adam üçün dur ayağa. Bir atan üçün, bir də müəllimin üçün. Dur ayağa. Və in kunta əmirən, şah da olsun, padşah da olsun, dövlət başçısı da olsun, aton girdi içəri dur ayağa, müəllimin girdi içəri dur ayağa. Ehtiramını saxla. Müəllimin insanın boynunda böyük haqqı var. Müəllimin hər hansı fənni tədris eləyib, vacib deyil din dərsi desin adama. Hər hansı sahədə sənə bilgi verən insana ölənəcən borclusan. Onu küçədə görəndə sayğı göstərməlisən, hörmət göstərməlisən, təşəkkür Allaha şükür deməkdir, ona təşəkkür eləmək. Bu mütləq vacib məsələdir. Eşitmişsiniz Ayətullah Lüzma Qulpayqani mərcə təqlidlərimizdən biri idi. Hər gün deyir, gedib xanım Məsuməni ziyarət edib bir qəbrin yanında dayanardı, Quran oxuyardı ya Fatihə verərdi hər gün. Dedilər, bu kimin qəbridir? Dedi ki, bu mən cavan uşaq idim, mənə Quran hərflərini bu öyrətdi, Quran dərsini bu verdi. Ölənə qədər hər gün onun təşəkkürünü yerinə yetirirdi. Hər gün ona minnətdarlıq bildirirdi. Bir də ki, yaxşılığa müvafiq şəkildə gərək təşəkkür eləyəsən. Bəzən az yaxşılığa çox da əldən getmək bu yaltaqlıqdır. İnsan var da balaca bir şeyə görə qurban olun, fəda olun, filan olun, bu ifrat təşəkkürdür. Bəzən lazım olandan az eləmək, o da səhvdir. Yəni, çox yaxşılığa az təşəkkür eləyəsən. Hədisdə var, əleyhissalam buyurur, az yaxşılığa çox təşəkkür eləmək yaltaqlıqdır. Çox yaxşılığa az təşəkkür eləmək həsəddir, nankörlükdür. Bir alim deyirdi, zarafatca deyirdi, sigaret yandırmağın öz təşəkkürü var da. Məsələn, insan sigaret yandıranda, kim sigaretin yandırıb, onun əlinə belə vurmalıdır.
Onun şükrü, təşəkkürü odur. Onu deyəndən sonra dilini də Atoğa Yasin oxumalı deyirəm ki, siqaretimi yandırmısan. Onun minnətdarlığı ona müvafiqdir. Hər bir şeyin təşəkkürü, minnətdarlığı o edilən yaxşılıq qədər olmalıdır. Edilən yaxşılıqla uyğun nisbətdə olmalıdır. Həddi çox aşarsa ifrat olar. Az olarsa o təfrit olar. Ondan sonra təşəkkür üçün bir də xüsusiyyət budur ki, vəzkuru ma'rufə. Buyurur, cəmaatın yaxşılıqlarını yad eləyin orada burada. Məclislərdə oturanda deyin, filan kəs yaxşı adamdır, filan yaxşılıq eləmişdi. Yaxşılıqları yad eləyin. İnsan dəyər versin yaxşıların yaxşılıqlarına. Məsələn, şagirdlərə minnətdarlıq bildirirlər, şərəf lövhəsi var, indi bilmirəm var ya yoxdur, əvvəllər var idi. Yaxşı oxuyan şagirdlərin şəkli orada asılsın. Bu cəmiyyətin onlara minnətdarlığıdır, məktəbin onlara minnətdarlığıdır. Cəmiyyət istəyir minnətdarlıq bildirsin. Məsələn, mən çox arzulayaram ki, bizim küçələrimizdə şəhidlərimizin şəkli olsun. Şəhidlərimizin şəkli olsun ki, bu cəmiyyətin onlara təşəkkürüdür. Əslində şəhidə fərqi yoxdur, şəhid cənnətdədir. Amma cəmiyyətin onlara təşəkkürüdür. Cəmiyyət öz şəhidlərinə sayğı göstərsin, hörmət göstərsin. Bu vasitələrlə. Allah da Quranda buyurur, vəzkur fil kitabı İbrahim. Yaxşı, İbrahimi kitabında yad elə. İbrahim yaddan çıxmasın. Onun yaxşılıqlarını denən. Quranda Allah əslində İsa Peyğəmbəri, Musa Peyğəmbəri Quranda yaşatdı. Quran olmasaydı, bugün İsa Peyğəmbər haqda deyirlər ki, elə bir adam olmayıb ümumiyyətlə. Quran gəldi, o Peyğəmbərləri təsdiq elədi. Quran onları yaşatdı təzdən. Quran onları təsdiq elədi. Onları yada salır. Ona görə deyirlər, cəmaatın yaxşılıqlarını yad eləyin. Və İkinci xüsusiyyət budur ki, Allah səndən istəyirəm ki, mən cəmaatın yaxşılıqlarına təşəkkür edeyim və pisliklərinə göz yumum. Bu da çox mühüm məsələdir. Adam cəmaatın eybini açıb tökməyə, axırı pis olar bu insanın. Kimsə xoşlayır, otursun, cəmaatın eybini açsın, töksün, danışsın. Bu insanın hədisdə var, Allah abrın aparmasa dünyadan aparmaz. Biabır eləməsə. Allah özü belədir. Ya mən əzhərəl cəmil və sətərəl qəbih. Nə gözəldir Allaha adam müraciət eləyə bilər. Ya mən əzhərəl cəmil, ey gözəllikləri aşkar eləyən və sətərəl qəbih və pislikləri örtən Allah. Nə qədər eyblərimizi örtüb, hicab altında saxlayıb bir-birimizə məhəbbət göstərir. Buyurur, eybləriniz açılsa, ölülərinizi bastırmazsınız nifrətdən. İçinizi açıb qoysa hamını ortaya. Eybləri örtür, gizlədir. Ölülər qalar küçədə, onları dəfn eləyən olmaz. Allah eybləri örtür, yaxşı sözləri cəmaatın dilinə salır. Adam pisdə də bir yaxşı şey görə, bu yaxşı. Mən bunu demişəm, milçək kimi adam yaşamaya. Adam arı kimi yaşaya. Bir alim deyirdi. Milçək gedir sağlam bədəndə bir dənə yara tapır, ilişir qalır onda. Arı gedir zibilliyin də içində, hardasa bir dənə gül tapır, ona qonur. İnsan ən pis şeydə bir gözəllik tapa bilər. 100 dənə eybi olan adamın 5 dənə də yaxşılığı var, sən yaxşılığını denən, eyblərini ört. İtdən mundar nə var? Ölü itdən. İt ölüb, üzr istəyirəm sizdən. Çürüyüb bədəni, üfunətdən yaxın düşmək olmur. İsa Peyğəmbər gedir, sahabələr hamısı üzüm belə çörür. İsa Peyğəmbər baxır təbəssümlə, itin ölüsünə. Deyirlər, ona nəyə elə baxırın? Deyir, onun gözəl dişləri var idi. O cür mənfur görünən bir şeydə İsa Aleyhisselam gözəllik tapır və ona baxır, ona nəzər eləyir, ona fikir verir. Bu çox mühüm məsələdir. İnsan yaxşılıqları aşkar eləyib pislikləri örtə. Gəlirlər İmam Sadiqin yanına, sözümü tamamlayıram. Bir nəfər günahkar adamın sözünü danışırlar. Bir adamdır, çox günahkar adamdır. Bir qrup gəlir İmam Sadiqin, söz düşür filan kəsdən, deyirlər o çox günahkardır, filandır. Bir pisliklərin sayırlar. Günahı da doğrudan da çoxdur, sayıb qutarmaqla bitmir. O deyir, o cinayət elədi, bu deyir, bu günah elədi, filan elədi. İmam dinləyir, onlar sözünü qutarandan sonra buyurur, o cənnət əhlidir. O cənnətə gedəcək, aqibəti xeyirli olacaq. Deyirlər, ağa necə? Buyurur ki, o bu yaxında yolla gedirdi, küçə ilə gedirdi. Bir nəfər küçədə uzanmışdı, yatmışdı. Yatan vaxtı bu adamın üstü açılmışdı, bədəni görsənirdi. Bu getdi bir parça tapdı, onun bədənini örtdü, heç kəsə də demədi, yoluna davam elədi, getdi. O adam yuxudan oyandı, gördü üstünü kimsə örtüb,
Dedi ki, ilahi, mənim bu üstümü örtən adamın aqibətini xeyirli elə ki, mənim abrımı qorudu. Onun duası ürəkdən oldu, qəbul olundu. Bu adamlar çıxdı İmam Sadiqin yanından, gəldilər ki, sənə xoş xəbərimiz var, həmin bu günahkara. Sən cənnət əhlisən. Necə? İmam buyurdu. O necə olur? Buyurdu ki, belə bir hadisə olub və sən belə eləmsən, deyir, ilahi, mən bunu heç kəsə deməmişəm. Deməli, Allah bilir və Allah bəzən qeybini öz istədiyi bəndələrə bildirir. Bir yaxşılığıma bu qədər əvəz verirsə, 100 dənə pisliyim var, heç cəza vermədi. Bir dənə yaxşılığımı seçdi, aqibətimi xeyirli elədisə, gərək elə nə yaxşı olar ki, bundan sonra bütün əməllərim yaxşı olsun. Allah belə bir Allahdır. Bir xırda işə çox böyük əvəz verir. Bir nəfər deyir, şahın qızını istəyirdi, şahın qızına aşiq olmuşdu. Hamı da nəsiyyət, kasıb bir adam idi. Nəsiyyət edirdilər ki, şah sənə qız verməz, bağlı başlayıq falan. Deyir, yox da mən aşiqəm, diyana bilmirəm, ondan evlənməliyəm. Gül kimi solurdu yavaş-yavaş, xəstələnirdi. Eşq belə bir şeydir də, insanı görsən dəli eləyir. Bir şahın vəziri də bunun qohumu idi, qonşusu idi. Bu bir lətifə kimi düzəldib danışırlar, amma bir ibrət də var bu şeydə. Gəldi ona dedi ki, yaxşı da belə görürəm, vəziyyətim belədir, get mağaraların birində ibadət elə, get otur orada namaz qıl. Mən də şaha bir gün deyərəm ki, onsuz da sənin qızların çoxdur, birini başqa şahın oğluna vermirsən, birini var, bir dənəni də ver bu mağarada ibadət eləyən möminə ki, adın uzalsın ki, sən mənəviyyata, dinə də əhəmiyyət verir. Hamı səni tərifləyəcək ki, şah qızını bir mömin adama verdi, varı dövləti olmayan adama. Deyir, belə bir şey eləyərəm. Deyir, yaxşı, gedir, başlayır orada yalancı namaz qılmağa, ibadət eləməyə. Vəzir də bir gün deyir, şaha deyir ki, gedək, gəzək. Aparır, yolu salır o mağaranın yanından. Deyir, burada bir abid var, sənə bir təklif eləyim ki, gəl qızı o abidə ver. Cəmaat da səni tərifləsin, desinlər, bu belə şahdır filan. Deyir, hələ bir baxım görüm kimdir, girir içəri, görür o namaz qılır. Namazını qutarır, ikinci namazı başlayır. Vəzir deyir ki, şah həzrətləri gəlib səni görməyə. Görür, bu əhəmiyyət vermir. Təzdən durur, Allahu Əkbər, təzdən durur, Allahu Əkbər. Şah da başını çörür gedir, vəzir gəlir ona deyir ki, sən xarab elədin işləri. O boyda şahı sənin ayağına gətirmişdim, sən qız istəyirdin, bunu mən götürüb gəldim, sən etina eləmədin. Deyir, heç mən elə əvvəldən arzum buydu ki, şah bu mağaraya gəlsin, o niyyətə qıldım. Amma elə ki, şah gəldi, namaz qıla-qıla, dedim, ilahi, yalancı namaz şahı mənim ayağıma gətiribsə, gör doğru namaz məni hara çatdırar. Ona görə dedim, da şaha etina eləmədim. Dedim, bundan sonra da düzgün namaz qılın, doğru namaz qılın. Doğrudan da Allah üçün bir balaca iş görərsən, Allah 100 əvəzini verər. Ona görə deyir, siz eyibləri örtün, siz pislikləri örtün, qiyamət günündə elə örtərəm eybinizi ki, mələklər ki yazırdı, onlara da unutturaram. Onlar da bilməz. Heç bir dənə şahid tapılmaz ki, biri desin ki, bu filankəs bu günah elədi. Hətta mən bir hədis görmüşəm, insanın özünün də yadından çıxar elədiyi günahlar. Yəni, insan elə bilər, elə doğrudan da mən yaxşı adam olmuşam, heç günah eləməmişəm, hamı da elə bilər, heç də Allah üzə vurmaz, cənnətə aparar. Amma bu adamlardır ki, özü öyrəşib cəmaatın eyblərini gizlətməyə. Allahümmə inna.